Dində istəyirsənsə uğur qazanasan, həyatında nizam olmalıdır, vəssalam. Gedin kimdən soruş. 7 yaşdan sonra deyir, uşağa ədəb öyrədin. Ədəb yəni uşaq ürəyinin istədiyini eləməz. Məsələn, geçsin, ayağını uzatsın, elə otursun. Ürək istəyən işlərin əksini öyrədin, amma səbirlə, ədəblə, paltarı belə qoy, çantağı belə qoy. Bunu yavaş-yavaş alışdır ədəbə. Bu ədəb nə faydası olur uşaq üçün? Faydası bu olur ki, uşaq həvəsbaz olmur, güclənir. Çünki həvəsinin əksinə getməlidir. Amma həvəsbaz oldusa, onu ora atdı, bunu bura atdısa, sonra onun əlini ayağını yığışdırıb, onu ilahi nizama tabi elətdirmək mümkün olmur, özü ilə bacarmır. Hər bir insan ömrünün istənilən vaxtında özünü nizama alışdıra bilər. Heç kəs deməsin ki, day məndən keçdi, yalan sözdür bu. Heç kəsdən keçməyib. Şeytanın qulağına pıçıltısı budur ki, day səndən keçdi. Elə bir şey yoxdur. Nəfəs alırsansa, şans var, imkan var, özündən məşğul olmağa.